Sizcə ən yaxşı dil öyrənmə metodu hansıdır? Gəlin birlikdə hamısını yoxlayaq. Dərin elmi fəlsəfi araşdırmalarımdan sonra Araşdırmalarım nəticəsində ChatGPT-dən soruşmuşam. Dil öyrənmək üçün ən yaxşı texniklərdən birinin shadowing olduğunu deyək. Bu günləri 3 saat ərzində shadowing eləyəcəm. Bunu Pomodoro metodu ilə, yəni 3 Pomodoro ilə eləyəcəm. Və sabah birlikdə kursa gedəcəyik və danışığımı müəllimə göstərəcəyik. Görək 5-ci gün danışan Ülkərlə 1-ci gün danışan Ülkər arasında müəllimim necə bir fərq görəcək. 3 saatlıq belə bir timer açdım və başladıq. Okay, painting. Okay, not a painting you are looking at knows about the French painter tells us all trade. Ağzımda yara var və danışarkən həqiqətən çox çətinlik çəkirəm. Shadowing üçün elə bir düzgün bir gün seçimi deyil. Yes guys, finally I finished my 3 hours shadowing practice and I feel very exhausted. Actually, I think this practice improved my speech. If you like this video, please follow me. Goodbye.